Kardeş, bana bina satırsan, pul kazanırsan. Birincisi bu 8'lik almaturla beton olmuş. 8'liklə olmuş. 16-12 olur. Döşmə betonu. Bak görürsən bu kör oldu. Bu da bunu görürsünüz. Bu da buradan avtovağzal, metro görürsən. İkinci növbədə də stiyaşka vermirsən. Beton olmalıdır 20 sant. 10, rovnu. 10 sant. Bak görürsən altından tutmuşam. Rovnu 10 sant. Bak görürsən bu. Görürsən 10 sant. 10 sant beton olmuş. Zaman pul alır. Bak görürsən. Hani buranın texnozoru. Hani. Ay dünya Allah'ındır. Yemək içmək, illərlə əziyyət çək, zülüm çək. Belə pismə düşürlə, dırnağınla, zülüm çək, gəl mənzil al. Belə pisməsin. Öl çıxacaq. Hə, nə böyle nəticən sənə ev pulu versin. Hamısı da kvadrata baha. Və keyfiyyətsiz. Sözün düzün deyən Nəsiminin dərisi üzüb dilin kəsirlər. Belə pisməsin. Nəsə eləyən kimi də deyirlər. Ustad da, faksubud mən subutanlı göstədirəm. Mən də ev tikdirim, maklerdən, binadan ev almıyorum. Başa düşürsünüz? Maklerdən, binadan ev almıyorum. Tikdirin, özünüz tikdirin, üstündə dayanın. Bir şey olan kimi də, özlərinə göstərən kimi, belə sıxmasın. Deyirlər ki, bu elə-belə ya adamın yeri deyil. Yəni ağıllı ol, yəni belə sıxmasın, saçıb eləmə. Belə sıxmasın, lap belə bunu dövlət tikdirir, dövlət binalarıdır. Dövlət gəlir sənin başının üstündə dayanıb, betondan kasa, belə sıxmasın, kuba 80 manat da, kimi doluyorsunuz, siz.